Əziz izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün umaz halvası hazırlamışam. Tam ölçüsü ilə necə hazırlanmalıdır, hazırlama qaydasını sizlərlə bölüşmək istəyirəm. Bizim burada 1 kiloqram unumuz var və 1 stəkan su. Onun üzərinə biraz duz əlavə eləyirəm və rahat bir qaba boşaldıram ki, umazı rahat hazırlayayım. Suyu çox az, hətta elə az ki, yəni çiləmə kimi belə. O dərəcədə az. Unun üzərindən əlavə edib umazı hazırlayıram. 1 stəkan su burada tam qutarır. Sonra yenidən yarım stəkan suda istifadə edirəm. Yəni 1 kiloqram un, 1 stəkan yarım su əlavə edib umazı hazırlayıram. Burada diqqət edin, umazları kənara çəkib və tavanın ki, umazın ki tam dip hissəsinə unlar qalıb, onların üzərinə suyu yenə hissəsi əlavə edib umazı hazırlayıram. Elə hazırlayıram ki, suyu çox birdən-birə əlavə eləmirəm ki, xəmirləşmə olmasın, xəmir olmasın. Gördüyünüz kimi umaz hazır oldu. Çox tərkibində çox az un qaldı da, deyək ki, o da ələkdən keçəcək o un. O dərəcədə az qaldı. Yəni belə gözdən görülməyəcək qədər unu qaldı. Daha sonra mən bunu aş üzərindən keçirdirəm. Yəni məqsədim odur ki, kiminsə blender olmaya bilər. Onsuz da vaxt ikən umazı hazırlayanda umaz halvası umazlarını aş üzərindən keçirdirdilər. Gördüyünüz qaydada hissə aş üzərinə əlavə edib və aş üzərindən keçirdirəm. Burada umazlar, burada aş üzərindən keçəndə mənə görə daha yaxşıdır. Nəinki blenderdən. Prosta blender asandır deyə, rahat deyə, tez olur deyə adam blenderdən istifadə edir. Baxın bu qaydada. Aş üzərindən keçirdəndə. Sonda lap deyərdim ki, belə qoz boyda bir damcı axırda xəmirə qalır. Hamısını aş üzərindən keçirdəndə. İndi mən burada düzdür hamısını aş üzərindən keçirməmişəm. Prosta göstərirəm burada sizə ki, yəni aş üzərindən də keçirdirlər və yaxud blenderdən. Baxın gördüyünüz qaydada umaz aş üzərindən keçdi. Qalan hissəsini də blenderdən keçirdirəm və umazımız hazır olur. Hazır olduqdan sonra da umazı ələkdən keçirdəcəm. Ələkdən ona görə keçirdirəm ki, tərkibində un qalmasın. Baxın, umazı qovuranda əvvəlcə yağda qovurursunuz. Biraz rəngi saralanandan sonra bu ələnmiş unun üstündən istifadə eləmək olur. Yəni əvvəlcədən bir yerdə unla bir yerdə eləməyin. Onda qovurulanda unları tez qızarır, umazlar gec. Onda da şərbət tökəndə biraz pavetla kimi alınır. Umaz yaxşı alınmır. Mütləqdir ki, zəif odda bişirəsiniz. Amma mən bunu istifadə eləmədim. Elə sadəcə ələkdən keçirdim, ununu bir kənara qoydum, umazın özünü halva hazırladım. Süfrəyə sərirəm, biraz quruma kimi olsun. Hardasa 2 saat süfrədə qalır. O vaxta qədər də mən şərbəti hazırlayıram. 5 stəkan burada şəkər tozudur, 3 stəkan da su. Bunları da qaynadıram. Şərbət halına gəlir, amma qatı şərbət yox. Yəni paxlava şərbəti kimi yox. Biraz qaynayır, bəs eləyir bu şərbət. Çox qatı, bal kimi hazırlanmağa ehtiyac yoxdur. 1-2 saat umaz qalır süfrədə. Daha yaxşı olar bir gecə qalsın, biraz da quru olsun. Amma elə mən 1-2 saat saxladım, bəs elədi. Yəni hazırladım da 1-2 saatdan sonra. Bir geniş tavaya yarım kiloqram yağ əlavə edirəm. Kərə yağı təbii ki, kərə yağında çox gözəl dadı olur halvanın. Yağ əriyəndən sonra dağ eləmirəm. Dağ eləsəm onun içindəki o tortalar qara-qura olur. Onlar halvanın içində yaxşı görünməz. Ona görə əriyən kimi umazı əlavə edirəm qabın içərisinə, yağın üstündən qarışdırıram. Burada ilk görünüşdə adam hiss eləyər ki, yağı azdır, ya palçıq kimi oldu, vay o umazlar bir-birinə yapışdı. Qətiyyən elə deyil. Yəni qarışdırdıqca burada özünüz hiss eləyirsiniz, qarışdırdıqca tavanın alt hissəsindən umazlar necə rəngi ağarır yavaş-yavaş. Biraz da sarı kök əlavə edirəm. Yağda qovurulduqca yağa düşür. Burada indi görəcəksiniz necə yağa düşür. Tam rəngi qızılı rəng alır. Çox qaraltmıram rəngini, yəni çox tünd rəng eləmirəm. Bazardıqca da zəif xodda. Yəni iti xod versəz tez qızaracaq umaz. Yəni o effekt alınmayacaq. Hökmandır ki, zəif xodda. Tam qovrulur umaz, yağa düşür. Yoxlayıram burada görüm hazırdır ya yox. Hazır olması da ondan bilinir ki, şərbətin içərisinə qovrulmuş umazdan əlavə edirəm. Əgər ki, umaz şərbətin içərisində qaynasa, köpüklənsə, bilin ki, hazırdır. Baxın, burada diqqət edin, necə köpüklənir hissə. Yəni, umaz burada hazırdır, qaynayır şərbətin içində. Tavanın altını söndürürəm və hazırladığım şərbəti bütün 5 stəkanlıq şərbət hazırlamışam. Şərbətin hamısını əlavə edirəm tavaya və qarışdırıram dayanmadan. Demək olar, qarışdırıram ki, tam umaz həll olsun şərbətin içində, topalanmasın. Qarışdırdıqca burada diqqət edin necə umaz yağa düşür. İndi pis çıxmasın belə deyəndə çox vaxt belə deyirlər də umaz yağını qusur.
Bu elə bil yağa düşür. Tavanın kənarlarından da yağlar bax burada diqqət edin necə görünür. Yağa düşdü. Bizim halvamız çox gözəl. Həm rəngi, həm kıvamı, qatılığı, dadı, ətri o qədər gözəl alındı ki. Yəni tam ölçü ilə, bu ölçüdə inşallah siz də belə ürəyiniz istəyəndə İmam İhsan olsun və yaxud oruçluq olsun, belə hazırlayanda bu qaydada hazırlasanız inanıram ki, çox bəyənəcəksiniz. Çox gözəl, əla dadı var. Hazır oldu, servis etdim. Burada külçə ilə servis etmişəm mən. Düzdür, külçənin hazırlanması kanalımda var. 2 cür fərqli şəkildə. Amma bu külçəmiz bizim kişmişli külçədir. İnşallah bir gün bunu da paylaşaram hazırlanmasını. Əminəm ki, bəyəndiniz bu halvanı. Eynən bu qaydada hazırlasanız çox gözəl halva əldə etmiş olarsınız.